Yəni ömür, vaxt sürətlə gedir və bu Ramazan ayı da bərəkətli bir aydır və bu az bir müddətdə, yəni bir ay çox müddət deyil və necə gəlib, necə gedirsə vaxtlar görürsünüz. Yəni bu ay da həmçinin. Ona görə bu müəyyən ayda olan xeyirlər var, ibadətlər var, salih əməllər var. Bu qısa müddətdə müsəlman gərək o vaxtdan istifadə eləsin. Yəni qaçırmasın fürsəti. İnsanın ömrü qısadır. Xüsusən bizim ümmətin ömrü 70 il, 80 il, 60 il, ona da çatan az olur. Keçmiş ümmətlərə baxan, bizim ümmətin yəni yaşı çox azdır. Və Allah Subhanahu wa Taala ona baxmayaraq bizə fürsətlər verib. Çünki ömür qısadır axı. Sən həmin qısa ömürdə əməllər eləməlisən. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, ən xeyirli kimdir? Ömrü uzun olub, əməli çox olan, xeyirli əməli çox olan. Və Allah Taala bizə fürsət verir ki, bax, müəyyən bir vaxtlarda ibadətlər eləyəsən və o ibadətlər qat-qat artırılar. Misal olaraq Qədr gecəsi. Qədr gecəsi deyir, 1000 aydan xeyirlidir. 1000 aydan xeyirlidir. Baxmayaraq sənin ömrün qısadır, salih əməllər işləsən də bu az bir ömür sayəsində əməllərin azdır, ona Allah Subhanahu wa Taala sənə fürsət verir. Bax, Qədr gecəsi kimi. Müəyyən vaxtlar verir ki, həmin vaxtlarda ibadətlərin savabı qat-qat artırırlar. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem Ramazan ayı gələndə deyərdi ki, sizə Ramazan ayı gəldi, yetişdi. Bərəkətli bir ay. Və o ayda Qədr gecəsi vardır ki, 1000 aydan xeyirlidir. Kim məhrum olarsa, artıq məhrum olmuşdur.